mətbəximdə o böyük dəyişiklik. Mətbəximi bu hala necə getirdim? Gəlin birlikdə izləyək. Hər kəsə salam. Kanalıma və yeni vloguma xoş gəldiniz. Gedirəm evimə lazım olanları almağa, əsas da vinil almağa. Stromatrin yerinə də gəzirəm, gəlib bir paltar dükanında. Belə boyda aldım uşaq üçün. Başqa yox idi çünki qısa qollar nə qədər axtardı, tapa bilmədilər. 3 manat 50 qəpiyə. İndi gəlmişik stromatrin yerinə. Gəlmişəm yerinə Ova marketdəyəm. Bir iki dənə şey lazım idi, onları aldım. Gəldim evə, bu səfər bazarlıqla gəlmişəm. Fabirlikdən əsas olaraq məhsullarımı getirdim. İndi birazdan açıb sizlərlə də bölüşəcəm. Burada çörəkdir, rajok, qabları yumaq üçün belə süzgəclərdən çörəkdir. Başqa nə var? Şokolad yağı. Bir dənə də, 2 dənə də saqqız. Bunu ən çox səbirsizliklə gözlədiyim budur. Hələ ən altda bu qalmış da, 2 dənə qalmışdı hələ. Ağ rəngi ilə bir də bej rəngi qalmışdı. Amma mənə belə mətbəx mebelimə uyğun ağ rəng getirdim. Ona görə ağ rəng getirdim. Bir də ən əsası buranı bağlamaq üçün vinil almışam. İndi onu göstərəcəm sizlərə. Yağ aldım. Yağımı bitirdim. Belə yağlı kağız. Bir də belə evə lazım olan belə deyildi hər şeydən. Hərisindən az aldım, qoydum buraya. İndi bunları yerbəyə eləyim, yerlərindən yığam. Buraları boşaldım. Vinili düzdür bu gün vurmayacaq, sabah vuracaq da belə deyim. Ona görə hələlik bu gün bunlar belə qalacaq. Ona görə buralarını hər şeyini yığışdırım qoyum. Sabah buralarını çox qəşəng bir vinillə görəcəksiniz. İndi göstərməyim mən sizə. Sabah inşallah qəşəng formada görərsiniz. Bunu da niyə belə balaca getirdim? Çünki məndə kuxnanın o hissəsində yer var hazır. Belə göstərim sizə. Qabları yuyub düzdür qoymuşam bura. Hazır burada yer var. Bunu getirəcəm buradan. Çünki əskilərin üstünə yığırdım. Belə deyim, çay dəsmalların üstünə yığırdım. Ona görə də bunların hamısını getirəcəm buradan. Ona hazır qoyacam bura. Düzdür, məndə belə 2 dənəlidir, amma nə bilim, mənim xoşuma gəlmir. Bir tərəfinə yuyulmuş qabları qoyanda, bir tərəfində qab yuyanda, yəni özümü yaxşı hiss eləmirəm də, biləm, şampun o tərəflərdə çıllanır. Belə. Deməli qızlar, getdik bunu aldıq, gəldik. Düzdür, aldığımızdan 200 gün sonra burada biraz işlərimiz var deyəm, olsun. Metrəsinə, bilmirəm daha doğrusu neçənin neçə idi, amma rulon formasında satılırdı. Bir rulonunu 16 manat aldıq. Dedilər ki, mətbəx mebelinə uyğundur da, vurma olar. 2 yerə böləcəksiniz, vuracaqsınız. Deyəsən, mətbəxin ortası bizdə 60 sant idi. 60 santı böldük, vurduq. Düzdür, vurması biraz çətin oldu. Onun yapışqanı dəhşət çox güclüdür. Həm də qalın materialdadır. Prosta biraz bir şey var ki, isti olanda əriyir. İndi bundan sonraki videolarda görəcəksiniz. Biraz qaz hissəsi əriyib. Bundan başqa dükanda düzdür var idi, amma tam da istədiyim kimi deyil idi. Elə bundan xoşum gəldi, bunu aldım. Və mətbəximin son durumu. Bunlar qəşəng bağladı. Düzdür, burada biraz
çatmadı diye qaldı. İbiyo. Burada istəyirəm buradakı da düz buralar nə gündədir. Çaniki zaten hamısını da qoyun bura. Bunu buradan getirmək istəyirəm. Görüm indi edə bilsəm. Ona gəlsəm buranı qəşəng bəzəyəcəm. Çünki sayda oldu dəhşət. Yuxarı ağ, bura ağ. Orada çaniklər var idi deyə bilirdiniz də yəqin ki bundan qabaqçı. Ora buranı belə bol göstərirdi, belə deyək də, şəkilli olduğunu görə. Amma belə olduğunu gör, sadə görsəndə. İstəyirəm buradakı çaniklərdə də hər şey yıxım ora ki, sadəliyin, yəni içində belə deyək. Artıq biraz burada qalmışdı. Bunu da belə vurduq stolun üstünə. Bura ağ idi da, stolun üstü də. Ona görə dedim də artıq qalmışam, bunu da vuraq. İndi başlayım buraları yığışdırmağa, səliqəyə salmağa. Bunların hər yerin üstünü silim qəşəng. Ondan sonra hər şeyi öz yerinə qoyum. Saxla. Onun üstündəki süfrəsini də dəyişdirdim. Ağ rəngdə sərdim ki, belə hər yerindən qəşəng eyni getsin də. Bunu təmirlə vurmuşdum. Ev temperaturunu ölçəlim. Deyəsən yaxşı düz göstərir. Onu da bilmirəm. Bu divara yapışan idi. Keçən səfər açıldı, düşdü. Öncə daha qalıb burada elə. Bilmirəm, indi bunu hara qoyum. Buraları qəşəng yeri tosorladım. O da sağ olsun, həmişə onun gücünə yatızdırırdım. Bu səfər toslardan eşidən kimi öz-özünə yatdım. Toslardan səsini nəzəb. Sonra bundan sonra yatmayanda gərək hələ eləyim. Toslardan qoşum, sonra yatsın. Bir dənə qalıb televizyon qıraqlarını silmək. Bir dənə bu ağ hissədir. Hər yer ağda. Bir dənə qalmış olan nə rəngli. Çünki baxın, yuxarılar kara sinivi ilə qızılı rəngdədir. Hər yer buralar. Kara sinivi qızılı rəngdədir. Amma ora sadə ağ qalıb da. Bilmirəm, oranı nə rəng eləyək. Ya qızılı rəngdə, ya da televizyon arxa hissəsi mavi rəngdədir. Ya da mavi rəngdə, tam da bilmirəm. İndi görüm qarşıma nə çıxsa, nə ona uyğun olsa. Düzdür, ChatGPT mənim üçün qəşəng bir iki dənə şəkil düzəldib. Bilməm, yəqin ki, onlardan birini eləyərəm. Qarağdalı qoymuşam pişməyə. Prosta ki, bir dənə bu vinilin pis səthi var ki, gərək bu tərəfdə çox heç nə pişirməyəsən. Çünki keçən səfər kompot eləyirdik deyə, buralar dolu idi. Burada yemək pişirməyə başladım. Bütün baxın, buralar biraz səliqəsiz görsəndə, amma düzdür, çox uzaqdan baxanda bilinmir. Amma yenə də yaxşı görsənmədi. Bir dənə onun pis səthi olduğu üçün gərək istiyə yaxın olmasın. Mən gərək bu tərəfi çox yandırmayayım bu hissəni. Ancaq bu hissələrdə işimi görüm. Burada qoymuşam. Baltalar yuyulsun. Uşağın yeməyini hazırlayayım. Bakıyorum çeçeklere. Şiram üçün islatdım, qoydum. Duranda qaynadaram elə, greska tez pişir. İşdən orada yudum, qoydum, özüm üçün yiyeyim. Keçən səfər lobyalar almışdım. İndi onları doğrayayım, çünki çoxdur. Doğrayayım, hamısını atım buzxanaya. Bir də badımcan var idi. Badımcanları da getirim, doğrayayım, atım buzxanaya ki, qalab zay olmasın. Sizə bu termopat haqqında danışmaq istəyirəm. Düz içində su yoxdur, çünki bir dəfə qaynatdım, tezdən boşaltdım. Ki, baxma da, axır, yaxşı olmaz birdən o su idi. Bir dəfə qaynatdım, boşaltdım. Burada yandırıb söymə düyməsi var.
Düzdür, biraz çətin işlənir. Bir əlimdən özə çətin işlətəcəm. Neysə, burada yandırıb söndürmə düyməsi var. Burada temperatur, burada uşaq kildidir. Buralara da bunu çox bilmirəm. Bunu bilirəm ki, su gəlməsi üçündür. Bunu basırsan, ondan sonra uşaq kilidini basırsan, tezdən bunu basırsan, tezdən uşaq kilidi, ondan sonra su gəlir buradan. Bunu basanda su gəlir. Biraz elə çox belə deyək də dilini tut bilmirəm deyə. Su gəlməsi biraz mənim üçün çətindir. Çətin gəlir suya. Yəni birinci uşaq kilidini basıram, onu basıram, bunu basıram, ondan sonra görürəm hə suyu gəlir. Biraz o cəhətdən çətindir. Çox yandırmaq istəmirəm ki, içində su yoxdur. Ona görə cəhcibdən maraqlandım ki, bəs suyu niyə belə gəlir? Niyə çox düyməni basıram, suyu zəif gəlir? Deyir ki, təzə olduğuna görə ola bilər. Belə görünüş cəhətdən qəşəngdir. Bu aşağı hissəsində yer var. Su oradan gəlir. Görünüş cəhətdən qəşəng görsənir, amma biraz su cəhətdən çətinlik çəkirəm. Suyun gəlməsi cəhətindən. Temperaturu da ki 100 dərəcəyə kimi istiləşir, qəşəng qaynar. Yəni istiləşməsində bir problem yoxdur. Bir dənə su gəlməsində də problem. Onu da inşallah düzəldərəm. Biraz dilini biləndən sonra qəşəng düzələr. Bu divarlar da bu cür oldu. Çox qəşəng, çox xoşuma gəldi. Düzdür, biraz buralarda qazı yandıranda əyri-şüyri yerlər olur istidən. Ona görə çalışdığım qədəri ilə bu tərəfin qazını yandırmıram. Orada da bunu da keçən səfər göstərmişdim sizə. Qabları yuyub qoymaq üçün almışdım ağ rəngdə. Mebelə uyğun. Bunun da rəngini elə açıq rəngdə getirdim. Qara rəngdə olmadı. Qara rəngdə olsaydı elə qara rəngdə getirəcəkdim ki, xaldinik qaradır, paltaryon qaradır, o aspirator qaradır, qaz peçi qaradır. O da qara rəngdə olsun, amma qara rəngdə tapa bilmədim. Ona görə tam ağ rəngdə də deyil. Belə deyək də maloçnu rəngində. Ət rənginin də açıq rəngində. Elə bir ki, ağın biraz tünd rəngində də belə deyək. Amma qəşəng görsənir. İndi mən buranı qəşəng bəzləyəcəm. Amma dedim bu vlogu sizlər üçün göndərim tez. Ona görə belə oldu. İndi mən bunu çıxardıram buradan. Çünki getməliyəm. Sönük vəziyyətində qalsın. Bu qədər. Burada heç özümdə bilmədim nə elədim. Saxlı gördüm su gəldi. 5, 10, 15, 20, 25, bir də 30 saniyələr var oradakı. Saniyə içində su gəlir. Düz istədiyiniz vaxt söndürə də bilirsiniz. Amma orada saniyələr də var.